Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle Ərəbcə Öyrən kitabından növbəti dərsimizə başlayırıq. Biz daha önce qeyd etmişdik ki, bu kitab hər bir tələbənin müstəqil şəkildə Ərəbcə öyrənməsi üçün hesablanıb. Biz də öz növbəmizdə video şəklində bu kitabda olan mövzuları oxuyub sizlər üçün biraz daha asanlıq təşkil etmək istədik. Bugün artıq bizim 6-cı dərsimizdir. Bizim bugünkü dərsimiz kişi və qadın cinsi haqqında olacaq. Burada başlıq olaraq görmüsünüz. Deməli, əl-muzəkkeru vəl-müənnəsu deyə bir başlıq var. Deməli, bismillah, dərsimizə başlayırıq. Əl-muzəkkeru vəl-müənnəsu. Kişi və qadın cinsi. Ərəb dilində sözlər qrammatik cins baxımından iki qrupa ayrılır. Kişi və qadın cinsi. Kişi cinsinə muzəkkər, qadın cinsinə isə müənnəs deyilir. Məsələn, muallimun kişi müəllim və muallimetun qadın müəllim. Sual oluna bilər ki, kişi və qadın cinslərini bir-birindən ayırmaq üçün hər hansı bir əlamət varmı? Cavab olaraq deyə bilərik ki, əgər siz qadın cinsinə aid əlamətləri öyrənsəniz, o zaman kişi cinsinə aid olan isimləri də asanlıqla müəyyən edə bilərsiniz. Deməli, burada gördüyünüz kimi bir neçə qeyd var. Birincisi muallimun sözündən başlayırıq. Kişi müəllim. İkincisi isə muallimetun. Qadın müəllim. Gördüyünüz kimi burada qadın müəllimin, yəni müəllimə sözünün sonunda qırmızı rənglə qeyd olunmuş təmərbutə var. İkincisi, sual oluna bilər ki, kişi və qadın cinsləri bir-birindən ayırmaq üçün hər hansı bir əlamət varmı? Cavab olaraq deyə bilərik ki, əgər siz qadın cinsinə aid əlamətlər öyrənsəniz, o zaman kişi cinsinə aid olan isimlər də asanlıqla müəyyən edə biləcəksiniz. Yəni, burada əsas öyrənməli olan qadın cinsinə aid əlamətlərdir. Yəni, biz qadın cinsinə aid əlamətləri öyrənə bilsək, yəni onları biz əzbərləsək və ayırt edə bilsək, o zaman asanlıqla kişi cinsində olan sözləri də asanlıqla izah edə bilərik. Qadın cinsinin ən məşhur əlamətlərindən biri təmərbutədir. Burada gördüyünüz kimi qırmızı rənglə qeyd olunub. Bu hərf qadın cinsinə aiddir və onu daşıyan sözlər, yəni isimlər, qadın cinsi sayılır. Lakin bu qaydanın da bir istisnası vardır. Yəni, burada qeyd olunan kimi, qadın cinsinin ən məşhur əlaməti nədir? Təmərbutə. Yəni, ərəb dili öyrənənlər və yaxud hərfləri bilənlər, Quran-ı Kərim oxuyanlar təmərbutənin nə olduğunu bilirlər. Bilməyənlər də bilsinlər ki, yəni təmərbutə gördüyümüz bu yuvarlaq, belə deyək, T hərfidir. Üzərində 2 nöqtə var. Bu hərf qadın cinsinin ən məşhur əlamətidir. Yəni, siz bu hərfi hər hansı bir isimdə görsəniz, yəni təmərbutə isimlərə aid olan bir, belə deyək, hərfdir. Siz bu hərfi hər hansı bir sözdə, yəni isimdə görsəniz, biləcəksiniz ki, o söz qadın cinsidir. Lakin burada gördüyünüz kimi, lakin bu qaydanın da bir istisnası vardır. Yəni, burada, yəni bu təmərbutəli yazılan elə sözlər var ki, onlarda istisna var və həmin istisnanı irəlidə qeyd eləyəcəyik. Bu arada səhifə 41 deyik. Misal olaraq, səyyəratun maşın, bəqaratun inək, Fatimətu Fatimə, Aişətu Ayşə. Gördüyünüz kimi, qeyd edilən sözlərin hamısı təmərbutəli yazılmışdır. Bu o deməkdir ki, təmərbutəli yazılan sözlər qadın cinsinə aiddir. Lakin bir istisna var. Bəzi kişi cinsinə aid sözlər də təmərbutəli yazılır, amma kişi cinsinə aid edilir. İrəlidə bunun izahını sizə təqdim edəcək. Yəni, siz kitab oxuyarkən hər hansı bir təmərbutəli yazılan sözə rast gəlsəniz, biləcəksiniz ki, o söz qadın cinsindədir. Lakin bir istisna var. Bəzi kişi cinsinə aid sözlərdə təmərbutəli yazılır. Yəni, bunu irəlidə biz qadın cinsinin növlərində izah eləyəcəyik. Sizin üzərinizə düşən nədir? İlk öncə bilməlisiniz ki, ərəb dilində sözlər iki yerə ayrılır. Bütün sözlər. Kişi və qadın cinsi. Sizin üzərinizə düşən qadın cinsinin əlamətlərini öyrənməkdir. Əgər siz bu cür etsəniz, kişi cinsində olan sözləri də asanlıqla təyin edə biləcəksiniz. Və burada istisna kimi qeyd olundu ki, elə sözlər var ki, o sözlər təmərbutəli yazılır, lakin kişi cinsinə aid edilir. Onu inşallah irəlidə qadın cinsi növlərində izah eləyəcəyik. Bugünkü dərsimiz bu qədər. Əgər hər hansı bir sualınız olarsa,
YouTube-da şərh bölümündə yazarsınız. İnşallah vaxt etdikcə biz onları cavablayacağıq. Gələn dərslərdə görüşəndək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.